Fəsil 10. Onlar bombanı zərərsizləşdiriblər. Robert Langdon otelin yataq otağında geyinərkən düşünürdü. O, bu səhər əslində bir bomba hücumunun qarşısını aldığını, üstəlik körpüdə baş verən qadınla bağlı hadisəni ağlına sığışdıra bilmirdi. Bir neçə dəqiqə əvvəl Langdon sex kapitanının vəsiqəsinə diqqətlə baxmışdı. Adam istəksizcə icazə vermiş olsa da, Langdon onun, Oldrich Yanacek'in 61 yaşlı ussu kapitanı olduğunu təsdiqləyə bilmişdi. Ussu Xarici Əlaqələr və İnformasiya İdarəsi idi. Kapitan bunu Langdonun diqqətinə çatdıraraq əlavə etmişdi ki, qısaltma pulemyotun adı kimi tələffüz olunur. UZ. Qurumun loqosunda şaha qalxmış aslan vardı və üstünə Sine İra Et Studio şüarı yazılmışdı. Qəzəbsiz və qərəzsiz. Hərçənd kapitanın davranışı bu sözlərin tam əksini göstərirdi. Yanacek artıq 3 dəqiqə idi ki, yataq otağının qapısında dayanıb, sex dilində telefonla mübahisə edir, bir gözünü də Langdona zilləmişdi. Mənim qaçacağımı düşünür. Langdon nəhayət geyinmişdi. Qalın şalvar, boğazlı köynək və deyil sviteri içində nəhayət özünü rahat və isti hiss edirdi. Komodinin üstündən antikvar Mickey Mouse saatını götürüb qoluna taxdı. Bugün ürəyini sərin saxlamaq üçün ona tez-tez baxmalı olacağını bilirdi. Ne? Yanacek telefona qəzəblə qışqırdı. Tadi velim ya. Telefonu qapadıb Langdona döndü. Bu sənin Xlivandır. Otağa qalxır. Mənim nəyim? Langdon sözü anlamadı. Amma kapitanın bu ziyarətdən məmnun olmadığı aydın görünürdü. Yanacek qeyri-adi dərəcədə arıq idi. Bədəni irəli əyilmişdi. Elə bil hər an qabağa yıxıla bilərdi. Langdon onun ardınca qonaq otağına keçdi. Kapitan qaz kaminini yandırdı. Dəri kresloya əyləşdi və uzun, hörümçəkvari ayaqlarını bir-birinin üzərinə aşırdı. Bu vaxt qapının zəngi çalındı. Burax içəri, Yanacek dedi. Yenə də Xliva? Langdon dəhlizlə gedib qapını açdı. Qarşısında təxminən 30 yaşlarında, yaraşıqlı, qara dərli bir kişi dayanmışdı. Langdonla bir boyda, saçı qırxılmış, təbəssümü parlaq və üz dizgiləri kəskin. Mavi blazer, səhrai köynək və ipək fulard geyinmişdi. Kapitanın biraz əvvəl sex dilində mübahisə etdiyi adamdan çox modelə oxşuyurdu. Michael Harris əlini uzadaraq özünü təqdim etdi. Professor Langdon, sizinlə tanış olmaq mənim üçün şərəfdir. Danışığında Amerikançalar vardı. Daha dəqiq desək, Main Line bölgəsi. Təşəkkür edirəm, Langdon dedi. Hər kimsənsə. Əvvəlcə üzr istəyirəm. Kapitan Yanacek sizi sorğu-suala çəkməzdən əvvəl mənim ofisimə zəng vurmalı idi. Aydındır, Langdon dedi. Əslində isə heç nə aydın değildi. Sizin ofis? Harris təəccübləndi. Kapitan Yanacek sizə deməyib? Xeyr, yalnız onu dedi ki, siz mənim Xlivamsınız. Harris qaşlarını çatdı. Kapitan zarafat edir. Xliva dayə deməkdir. Mən ABŞ səfirliyinin hüquq attaşesiyəm. Sizə kömək etmək üçün buradayam. Langdon hüquqi dəstəyin təmin olunmasına ürəkdən sevindi. Ümid edirdi ki, attaşe səfirin göndərdiyi bahalı lalə dəstəsinin artıq solub getdiyini görməz. Mənim vəzifəm, Harris sakit səslə davam etdi. Xarizdəki Amerikalıların hüquqlarını qorumaqdır. Eşitdiklərimi nəzərə alsaq, bu səhər sizin hüquqlarınız xeyli tapdanıb. Langdon çiyinlərini çəkdi. Kapitan sərtdir, amma vəziyyəti nəzərə alsaq, onu başa düşmək olar. Bu çox alicənab yanaşmadır. Harris pıçıldadı. Amma ehtiyatlı olun. Kapitan nəzakətdən zəiflik kimi istifadə etməkdə mahirdir. Üstəlik, vəziyyət bir qədər qərbədir. Sən hələ körpüdə nə gördüyümü bilmirsən. Langdon düşündü. Bir məsləhət, Harris dedi. Bu oteldə, Karl körpüsü də kameralarla doludur. Yanacek hər şeyi artıq bilir. Ona görə həqiqəti deyin, yalan danışmayın. Harris, Yanacek içərdən qışqırdı. Çekam, uji demə. Harris səlis sex dili ilə cavab verdi. Langdona baxıb başı ilə işarə etdi. Gedək. Kapitan hələ də kaminin qarşısında oturmuşdu. O yerli Petra siqaretini arxayınlıqla çəkir, tüstünü tavana üfürürdü. Bu ki, bizim istədiyimiz heç tüstü qoxusu gəlməyən təmiz havalı həmin otaq deyil. Ən azından artıq elə deyilmi? Hamı otursun. Yanacek əmr etdi və siqaretini dipçəyə xəfifcə vurdu. Professor, başlamazdan əvvəl telefonunuzu mənə verin. O uzun, yöndəmsiz əlini irəli uzatdı. Xeyr, kapitan. Harris etiraz etdi. Sizin buna hüququnuz... Telefonum yoxdur. Langdon dedi. Çaya düşüb. Əlbəttə düşər. Yanacek tüstü buludunu içinə çəkərək mızıldandı. Nə gözəl. Oturun.
Langdon və Harris onun qarşısında əyləşdilər. Professor, kapitan sözə başladı. Bayaq mənim bu vəziyyəti necə idarə etdiyimi soruşdunuz. Dediniz ki, bombanı tapandan dərhal sonra oteli boşaltmamağıma təəccüblənmisiniz və mənim davranışlarımı şübhə altına aldınız. Mən sadəcə təəccübləndim, amma şübhə... Cənab Harris, Yanacek sözünü kəsib attaşeyə baxdı və sonra siqaretindən bir qullab aldı. Zəhmət olmasa, professoru məlumatlandırın. Məmnuniyyətlə. Harris sakit tonla dedi. Mən kapitanın işi necə apardığına şərh verə bilmərəm. Amma deyə bilərəm ki, onun hərəkətləri ümumi antiterror strategiyasına uyğundur. İctimaiyyətə bəyan edilən hücumlar, hətta uğursuz olanlar belə terrorçuları ruhlandırır. Doğru yanaşma təhlükəni aradan qaldırmaq, heç nə olmamış kimi davranmaq və terrorçulara heç cür imkan verməməkdir. Aydındır, Langdon dedi və düşündü ki, görəsən gündə neçə terror aktının ictimaiyyətdən xəbərsiz qarşısı alınır. Yanacek irəli əyildi. Dirsəklərini dizlərinə qoydu. Başqa sual? Xeyr, cənab. Yaxşı, onda əsas məsələyə keçək. Mənim yalnız bir sualım var və siz indiyə qədər ona cavab verməkdən yayınmısınız. Siqaretindən bir qullab daha aldı və sualı sanki uşaqla danışırmış kimi uzada verdi. Professor, siz bomba barədə hardan xəbər tutdunuz? Bilmirdim. Mən sadəcə... Siz siqnalizasiyanı işə saldınız. Yanacek əsəbləşdi. Deməli, nəsə bilirdiniz. Xahiş edirəm, bir də işqəlizdir deməyin. Sizin məşhur alim olduğunuzu bilirəm. Amma mən də kifayət qədər ağıllı adamam. Qəlizdir dediyiniz hər nədirsə anlamağı qadirəm. Cənab Langdon, Harris sakitcə dedi. Sadəcə həqiqəti deyin. Langdon dərindən nəfəs aldı və müqəddəs Yəhyanın sözlərinin doğru çıxmasını arzuladı. Həqiqət sizi azad edəcək.